Değerli abituriyentlər, bugün sizə dramatik növün yazılı ədəbiyyatda olan janrları haqqında məlumat verəcəm. Dramatik növün yazılı ədəbiyyatda 3 əsas janrı vardır. Komediya, faciə, dram. Komediya gülməli və yumorlu məzmun daşıyır və komediyanın ilk nümunəsini Mirzə Fətəli Axundzadə yazmışdır. 1850-ci ildə Hekayət Molla İbrahim Xəlil Kimyagər əsəri ilə komediya janrının əsası qoyulmuşdur. Komediyada bədii gülüşün iki formasından istifadə olunur. Yumor və satira. Yumor tərbiyəvi məzmun daşıyır və incə gülüşdür. Yəni ədəbiyyatımızda buna dost gülüşü deyirlər. Satira isə ifşa edici, yəni öldürücü gülüşdür. Məsələn, Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin əsərlərində daha çox satirik gülüşdən istifadə olunmuşdur. Sonra gəlirik artıq biz faciə haqqında olan məlumata. Faciə də dramatik növün janrlarından biridir və faciədə demək olar ki, bədii əsərin sonu belə deyək də faciə ilə bitir. Məsələn, ədəbiyyatımızda faciənin ilk nümunəsi nəsrlə yazılmış ilk faciə Müsibət-i Fəxrəddin əsəridir. Nəcəf bəy Vəzirov tərəfindən yazılıb 1896-cı ildə. Faciə həm də nəzmlə yazılır. Nəzmlə yazılan faciəni isə ilk dəfə 1010-cu ildə Hüseyn Cavid Ana Mənzum faciəsini yazmışdır. Yəni faciədə, yəni əsərin baş qəhrəmanı sonda ölür. Düzdür. O cismən öldürülür, faciə ilə bitir, amma mənəvi cəhətdən qələbə çalır. Dram əsərlərində isə, yəni dramatik növün janrlarından biri də dramdır. Dramda demək olar ki, daha çox mütərəqqi fikirlər təbliğ olunur, müsbət qüvvələr iştirak edir və əsər də kəskin konfliktlər, ziddiyyətlər üzərində qurulur. Amma dram əsərinin faciədən fərqi odur ki, dram janrının, yəni qəhrəmanın qələbəsi ilə bitir. Artıq qəhrəman belə deyilir, cismən öldürülmür, əslində qələbə qazanır. Və dramda da həm, yəni komik və faciəvi hallar özünü göstərir. Ədəbiyyatımızda ilk dram əsəri də təbii ki, Nadanlıq əsəridir, Nərimanovun, yəni Nəriman Nərimanovun, o da 1894-cü ildə yazılmışdır. Nəzmlə yazılmış ilk dram əsəri isə Cəlil Məmmədquluzadə tərəfindən yazılıb, 1889-cu ildə yazılıb, Çay dəstgahı əsəri. Sonra gəldik tragikomediya janrı. Tragikomediya janrı artıq belə deyək də 20-ci əsrin əvvəlində yaradılmış janrlardan biridir. Və burada faciə və komediyanın hər ikisinin qarışığı özünü göstərir. Yəni həm faciədən, həm də komediyadan belə deyək də qarışıq formada tragikomediya meydana gəlib, əmələ gəlib. Və tragikomediyanın da ilk nümunəsini məhz Cəlil Məmmədquluzadə yazmışdır 1909-cu ildə Ölülər əsəri ilə. Təbii ki, bundan sonra Anamın kitabı, Dəli yığıncağı kimi əsərlər də tragikomediya janrındadır. Dəyərli abituriyentlər, bu tip videoları izləmək istəyirsinizsə, dərslərimizi bəyənin, diqqətinizə görə çox sağ olun.